almışdıq. Buyurun. Bəli, təşəkkür edirəm Nurayna xanım. Mən nəyə vurğulamaq istəyirdim? Əslində bugün uşaqların kitab oxumaması bir sıra problemlərə yol açır və ümumiyyətlə cəmiyyətdə, dünyamızda bir sıra eyniləşmələrə gətirib çıxardır. Yəni ən birinci səbəbi deyərdim ki, elə kitab oxumamaqdır. Çünki kitab oxuyan zaman insanın o yaradıcı təfəkkürü və yaradıcı təxəyyülü inkişaf etmiş olur. Məsələn, uşaq nəyisə oxuyur, onu beynində canlandırır. O belə xəyal qurur, hə? Xəyal beynində canlandırır həmin obrazları. Buna bərpa edici təxəyyül deyirlər. Məsələn, oxuyur, oxuduğu təsvirləri artıq onun beynində canlanır. Özünə məxsusluq yaranır bu uşaqlarda. Özü kimi olur, öz dünyası olur, yaradıcılıq potensialları artır və s. Eyni zamanda da yaradıcı təfəkkürlərini inkişaf etdirmiş olur bu cür uşaqlar. Amma təəssüflər olsun ki, bugün daha çox vizual informasiyaların bol olduğu bir dövrdə yaşadığımızdan, hər yerdə sosial şəbəkələr, hər yerdə müxtəlif cür kanallar və s. uşaq burada passiv sadəcə iştirakçı olur. Baxmaqla kifayətlənir, yetənəklənir də belə deyim. Və bu onun yaradıcı potensialının üzə çıxmasında mane olur. Ona görə də mən üzümü tuturam bizim tamaşaçılarımıza, valideynlərimizə ki, əvvəlcə özləri başlasınlar oxumağa, hər evdə kitab olanda, uşaq görəndə ki, ana ayda evə kitab alır. Yəni onun üçün yəni tələbatlar siyahısında kitab da var. Evə kitab alınır. Evə kitab almaq lazımdır. Bəli, evə kitab almaq lazımdır. Mən bunu tövsiyə eləyirəm. Bir vaxtlar yadınıza bir məqam